Salam, əziz və dəyərli izləyicilər, Instagram və TikTok izləyicilərimi hamınızı xoş görürsük. Muşmula yeyirdim. Birdən yadıma düşdü ki, muşmula yeyilən vaxtı nə vaxtı? Bu günləri əsl muşmulalar deyir. O da bugün ayın 22'si olduğuna görə xərçəng bürcü altında doğulanların artıq ayı gəldi çatdı. 22'si, bu ayın 22'sindən gələn ayın 22'sinə qədər xərçəng bürcü altında doğulanların həm ilidir, həm də ümumiyyətlə ilimiz 2026-cı il xərçəklərə çox uğur vəd edir. Xərçəng bürcü altında doğulanlar su ünsürü olduğuna görə xərçəklərdə maddi mənəvi cəhətdən çox zənginlik olacaq. Xahiş edirəm, xərçəklə biraz yaxın oturun. Sizə quzu kəsərəm, yaxın oturun. Ona görə də xərçəng bürcü altında doğulanlar, sizi ad günü olanlar və bundan sonra da ad günü olanları təbrik edirəm, uğurlar arzulayıram və xərçəklər sizin həyatınız üzünüzə gülsün, xoşbəxt, xoşqədəm olasınız və ruzulu bərəkətli. İnşallah yaşınız sizin hər birinizə uğur gətirsin, sevinç gətirsin, bol-bol sevgi dolu qapılar açsın üzünüzə və xahiş edirəm bu paylaşımı bəyənin, təqib atın və çoxlu öz müsbət fikirlərinizi mənfi də olsa yazın. Çünki görüm aramızda nə qədər xərçəklər var. Xərçəyin kişiləri çox ehtiraslı və çılğındılar. Ona görə də xərçəng bürcü altında doğulan kişilər həm suçlu, həm güclü olurlar. Çünki onlar əgər bir günah olsa da onların boynuna heç də qoymaq olmur. Niyə görə? Çünki onlar özlərində o günahı bilir, amma dillərinə gətirə bilmirlər. Amma ruzludular, bərəkətlidirlər, pul qazanandılar, ürəyi açıqdılar, dot canlıdılar. Amma nə eləsinlər ki, Allah onların gözlərini doydursun. Yəni, ehtiras onlara daha da güc gəlir. Xərçək xanımları, bəh. Dünyanın ən gözəl xanımları xərçək xanımlarıdır. Xərçək xanımlarının özlərinin öz dünyaları var. Emosionaldır, duyğusaldır. Onların göz yaşları öz işlərdə axır. Onlar heç vaxt öz həyat yoldaşlarının, nə qardaşın, nə atanın, nə ananın ayağına vermir. Xərçək xanımları çox evdar xanımlar olur, ailə canlı xanımlar olur. Xərçək xanımları əgər həyatınızda varsa, onların qədrini bilin. Onları qızıqlandırmayın. Onların bir stəkan çay qoyanda deyin ki, çox sağ ol. Allah nə bilim, atası ölübsə Allah rəhmət eləsin, qalıbsa Allah can sağlığı versin. Nə gözəl çaydır. Xərçək xanımları maddiyyatın yox, mənəviyyatını əsir edirlər. Xərçək xanımları brilyant, nə bilim, qaşlar çox da sevməzlər. Sevərlər. Ancaq ki, onlar öz ailələrin, həyat yoldaşların, balaların, dünyalar qədər sevirlər. Bir xərçək xanımı varsa həyatınızda, bax görün, mətbəxdə onlar gözəl şirniyyat, gözəl tort, ondan sonra gözəl yeməklər pişirəcək. Çünki o qədər dadlı pişirirlər ki, 10 barmağın onun da yalayırsa. Niyə görə? Xərçək xanımları bütün sevgisini o pişirdiyi yeməyə verir. Çünki onların sevgi ilə pişirdikləri yemək çox dadlı olur, ləzzətli olur. Xərçək xanımları demək olar ki, bazara, dükana gedərsə, ciblərində əgər 1000 manat varsa, o 1000 manatın axırına çıxacaqlar. Çünki özlərinə yox, ailələrini alacaq, evlərini alacaq, balalarını alacaq, sevdiyi insanları alacaq. Ona görə də xərçək xanımları ev canlı, ailə canlı, sevgi canlı və öz sevgilərini etiraf eləməyə bacarmırlar. Onlar sevgi umurlar, sevgi əsiridirlər, sevgi axtarışındadılar, sevgi dilənçisidirlər. Onlara sevgi verdin, onlara elə bir dünyanı aldın verdin. Xərçək xanımları müğayət olun, xərçək xanımlarını sevin. Elə xərçək kişilərini də sevin. Biraz şorgöz olsalar da, biraz gəzəyən olsalar da, bu hamısına aid deyil. Çünki gündüz doğulan xərçəklər ayrı olur, gecə doğulan ayrı olur. Gecələr emosional olur, doğulanlar emosional olurlar, gündüzlər biraz onlardan sakit olurlar. Ona görə də xərçək bürcü altında doğulanlar hamınızı təbrik edirəm, sizə uzun ömür, can sağlığı arzu edirəm. İl xərçəklərə bu il 2026-cı ilin sonuna qədər, yəni 2027-ci ilin fevral ayının 19-una qədər uğur, sevgi, məhəbbət, ruzu və bərəkət və təhsildə, elmdə, nailiyyətlərdə, biznesdə yüksək həddindən artıq nailiyyətlər olacaq xərçəklərin. Xərçəklər, bir daha sizi təbrik edirəm, sizə uğurlar arzulayıram, sizə şanslar arzulayıram. Allah ürəyinizə görə versin və həyatınız bax bu gül kimi açılsın, təravətli olsun, amma heç vaxt solmasın. Bax, əsas budur. Bəyənməyi, təqib etməyi və səhifəmə abunə olmağı unutmayın. Həm Instagramda, həm də TikTokda. Sağ olun, sağlıqla qalın. Allah sizi və sevdiklərinizi qorusun.